Salam uşaqlar, bu günlər sizlərlə mənə atdığınız əl işlərinizə baxacağam. Bunu deyim ki, videonu ikinci dəfə çəkmək məcburiyyətində qaldım. Çünki video o qədər uzun idi ki, mən onu nə kat eləyə bildim, ona görə çəkdiyim o qədər əziyyət. 2 saat vaxt ayırdım, o 2 saat getdi belə. Ona görə təzədən videonu çəkirəm, ona görə də 2 hissəli olacaq. Birinci hissədə çalışacağım, ən köhnə atanlara baxacağam. Sonra da isə ikinci videoda isə 5-ci günü gələcək. Yəni bu həftə atılan rəsmlərdə 7-ci günü. Yəni bir sözlə bu həftə ancaq sizin əl işlərinizə baxacağam. Bir də sabahları mənim açıq dərsim var. Onda sizinlə 3-cü günü bölüşəcəm. İnşallah editləyərəm. Yaxşı keçər inşallah. Yəni bir magistrant olaraq universitetdə ilk dərsim olacaq. Onun üçün də çox həyəcanlıyım. Onun üçün də paylaşacağam sizə. Videonu çox uzatmayaq. Ən sevdiyim hissə rəsmlərinizə baxın. Birinci müayinə işinə baxırıq. Bir 10 sadəcə bir ildir çəkirəm, çox pisdir. Bir onu başa düşmədim. Amma bunu deyim ki, heç vaxt öz əl işinə pis deməm. Mənə bir nəfər də yazmışdı. Müəllimə, cəmaatın işi pisdir, siz onların işlərinə yaxşı deyirsiniz. Birincisi, kimə görə, nəyə görə pisdir? Bu, mən hazırda qabiliyyət imtahanı burada keçirtmirəm. 10 yaşlı, 8 yaşlı bir uşağın əl işini niyə pis deyəsən axı? Sən onun qəlbindəki o şeyi niyə öldürəsən axı? Mən səhvlərinizi deyirəm, əl işlərinizi baxırıq və zövq alırıq da. Bunu bu videoya baxan uşaq tez bazar icmalı əl işini atmaq istəyir. Yəni biraz öldürməyin uşaqlar. Kiminsə həvəsini, kiminsə hobi kimi yanaşanlar var. Yəni hər kəs rəssam kimi işləyəcək, deyiləcək bir şey yoxdur. Bu sənətə hobi kimi yanaşanlar da var. Yəni ona diqqətli olun. Birincisi pis deməz işinə. Mən görürəm işini. Portret işləmək üçün, yəni ən böyük tövsiyəm odur ki, ağız, burun məşqləri et. Yəni pis deyil. Heç vaxt öz işini pis qətiyyən müayil, qətiyyən. Bu mənim 2025-də çəkdiyim Chrome idi. Chrome. Şirin görsənir. Mən bunu desəm görmüşəm Chrome idi deyə. Bunun adı Chrome idi. Neçə yaşın var balacam? Məncə az yaşlı oxşuyursan. Çünki bəzən əl işlərinizə baxıb yaşınızı da təxmin etmək mümkündür uşaqlar. Yəni psixoloqun yanına gedirsən, deyir ki, rəsm çək. Psixoloqun yanına gedirsən, deyir musiqi dinlə, idmanla məşğul ol. Halbuki məktəbdə bizlərə bu fənlər ki, təsviri sənət olsun, musiqi olsun və fiziki tərbiyə olsun, elə-belə yanaşıblar da. Boş dərs kimi baxırlar. Amma həyatımızda o qədər vacib yer tutur ki, həqiqətən. Yəni şirindir gözəlim. Atdım heykəlli neçə bal verərdiniz müəllimə? Cavab verərdiniz. Ömər, ilk növbədə işin pis deyil, amma yaşına görə mən qiymətləndirsəm, yaşını bilmirəm, yaşını da qeyd etməmisən. 11-ci sinifmisən, 9-musan, neçənci sinifsən, onu da qeyd etməmisən. Amma çox səhvlər var, ciddiyim. Yəni antibaş həqiqətən çətindir, portret ola bilər. Amma siz dizayn ixtisasına hazırlaşırsansa, çox yaxşı işləməlisiniz. 6-lıq işi kəsirlər 3 verirlər, yəni uşaqlar reallıqdan danışır. Mən işə baxmışam, ən az bir 6 verərdim, keçirdərdim də, yəni onlar kəsirlər. Yəni bu işin 5 baldan aşağı alar, məncə 4 alarsan, 5 də ala bilərsən bu işindən. Göz arasındakı məsafələr çox uzaqdır, burun problemlidir. Amma o demək deyil ki, sən özünü inkişaf elətdirməyəcəksən. Çox da qəşəng işləyəcəksən. İndi yaşını bilmirəm, ona görə çox da qiymətləndirə bilmirəm. Amma dediyim kimi, 11-ci sinifsənsə problemdir sənin üçün. Problem yaşaya bilərsən. Yəni dizaynda rəqabət çoxdur, uşaqlar həddindən artıq çox çətinləşdiriblər. Plus yəni elə işləməlisiniz ki, onu keçirdə bilsinlər də. Yəni mən deyirəm, mən o işə 6 verərəm, amma onlar o işi istəmirlər. Onlar 8-lik, 9-luq iş istəyirlər və 8-lik, 9-luq işə də verirlər 7. Nəsə çox da danışmaya bu barədə əsəbləşirəm. Şəkil tam görsənmir, bilmirəm, amma bu da mənim əsərimdir. Çox qorxuducu, amma çox qəşəng. Bu iki cümlə bir-birindən çox ziddir, amma neçə yaşım var? Yəni çox qorxuducudur. Rəng çox qəşəngdir. Mavi üçün ölürəm, amma çox qorxuducudur. Yəni neçə yaşınız var? Mən balaca olanda belə şeylər çəkmirdim. Ya qorxaq idim, yəni qorxurdum belə şeylərdən. Ya da nə bilim, amma rənglər falan çox qəşəngdir ha. Yəni bunu deyim, çox qəşəngdir. DR adında bir nəfər var. Bunlar isə yağlı boya ilə çəkdiyim rəsmlərdir. İlk növbədə neçə yaşım var? Həqiqətən çox bəyəndim də. Yəni adam baxanda wow deyir də bir sözlə. İkinci, 16 yaşım var. Hə, yaşını qeyd eləyib. Tısbağanı 16 yaşında. Mavi saçlığı isə 14 yaşında.
16 yaşında isə şey çəkib, ürəyi çəkib. Hamısı rəngli karandaşla. Rəngli karandaşla işləmirsən. Əla bax, uşaqlar deyirsə, müəllimə yağlı boyanı işləməyə daha rəngli, əlvan olur. Baxın, rəngli karandaşla işləyir. Çox qəşəng, əla. Və hobbi kimi yanaşdığını yazıb. Görürsünüz, hobbi. Amma bir çox peşəkardan yaxşı işləyib. Sən əlasan. Mən sənə yəni alqış düşür. Çox qəşəngdir. Ürəyə vav deyirəm. Bir də tısbağanın uzun müddət, yəni işlədiyini, bir aydan çox işlədiyini yazıb. Zaten yazdıları görəcəksiniz. Yəni çox qəşəng. Zaten görünür, digər rəsmləri altda qoyulub. Onun nə qədər böyük olduğu bilinir. Yəni onun 3 qatı, 3 misli kimidir. Əla. Çox qəşəngdir yəni uşaqlar. Salam müəllimə, necəsiz? İlk dəfə salam verdilər. Salam, çox sağ ol. Sən necəsən? Adım Nailə, yaşım 11. Bir rəssamın fikrini bildirməyini çox istəyərəm şəxsən. Aha, ikinci dəfədə quran, bir dəfədə qurardınız, anatomi falan. Hə, əl işlərini başa salıb. Bir dəqiqə, quaş da işlətmişsən, düşəndə. İkinci içində günə baxandı, yəni mazluqlarla işləmişsən, çox qəşəngdir. Balıqlar da. Mən balıqları daha çox bəyəndim. Amma yəni bitməyib, bilirəm, amma yenə də gözəldir. Bu nəsə inandırıcı gəlmir. Sən işləmirsən quzum. Çünki uşaqlar digər işlərin indi baxanda müqayisədə risumunuza əsasən kimin nə çəkdiyi bilinir. Məsələn, rəssamlarda dəstəxət olur. Kimin dəstəxəti varsa, onu birbaşa seçmək olur. Məsələn, sənin burada işində bu nəsə sənin çəkdiyinə biraz inandırıcı gəlmir. Amma atmayın elə şəkildə uşaqlar. Bir dəfə icmalda dava yaranmışdı. Cəmaət qırırdı orada bir-birini. Bir də uşağın üstünə cumuşlar. Sən necə insansan, nə bilim, nələr yazmışlar. Mən oxuya-oxuya başa düşmədim birinci. Sonra dedim, bir də uşağın üstünə gəliblər. İki tərəf də günahkar idi. Nəsə uzatmayaq o söhbəti. Velosipeddə məsələn güllər çox qəşəngdir. Bax o sənin işlədiyin işə o ilk günə baxana oxşuyur. Bilinir ki, yəni ikisi də bir əldən çıxıb. O mənada deyirəm uşaqlar. Yəni 11 yaşlı körpəyə görə məsələn bu anatomiyanı işləmisənsə sən 11 yaşında. Limonlarda əla. Özü yazıb ki, limonlarda akvarellə işləyir. Çox da qəşəng işləmisən. Afərin. Aha, ayan işləyir. Çox qəşəng işləmişsən. Nəsə tanış gəlir, siman. Siman nəsə tanış gəlir mənə. Bir tanınmış bir siman çəkmişsən. Qəşəng pis deyil. Amma çalış ki, məşqləri et. Ağız burun məşqləri. Hər dəfə deyəcəm bu ağız burun məşqləri. Rəssam qız. Aha. Bu videonu ikinci dəfə çəkirəm deyə rəssam qız kim olduğunu bilirəm. İcmalda da elə bir bu video mənim başıma 10 gətirdikdən sonra qızımız o qədər ofuldamışdı. Yəni həqiqətən bəzi şeylər əlimizdə olmur uşaqlar. Yəni mən videonu çəkirəm. Video məsələn birbaşa məsələn dayanır, kimsə zəng vurur. Məsələn videonu montaj edəndə telefon error verir. Çünki mən telefonumda o qədər sənəd falan var, doludur, video çaxlar doludur, partlamaya qalıb. Ona görə mən onları boşaldıram, nəsə telefon da başı gedir belə. Ona görə belə hallar olur. Yəni qətiyyən deməyin ki, müəllimə mənim əl işlərimə baxmayacaq və ya göstərməyəcək. Mən hər dəfə çalışıram ki, göstərim. Ona görə iki hissəyə ayırıram ki, heç kimə də haqsızlıq olmasın. Və yaşı neçədir rəssam qızımız? Çox da gözəldir, rənglidir, rənglər çox qəşəngdir. Və bu tam yaz havası təravətini verir və bu da həmçinin də su çərşənbəsinə yanaşı artıq 6-cı gündür ki, hər kəs oruç tutur. Allah Teala tutduğunuz orucu, etdiyiniz duaları qəbul etsin. Amin inşallah. Yəni qızım davam elər. Bir dənə də qızımızın işi var idi. Hə, yaşından təxmin edirəm. 12 yaşım var. Ürək işləyib qızımız. Maraqlıdır. Amma biraz səbirli ol qızım. Rəssamlıq sənəti səbir tələb edir. Ona görə mən səbirli formada təzədən bu videonu çəkirəm. Çünki çox motivasiyasız başladım. Amma sizin əl işlərinizə baxanda söhbət dayanır. Söz yoxdur yəni. Müəllimə, sizcə nə ilə rəngləyim? Mən bilmədim nə daha yaxşı olar. Tutqun düşüb, yaxınlaşdırsaz, görünəcək. Hə. Van Gogh'un işi deyil bəyəm bu. Hə, Van Gogh'un işini işləyib. Van Gogh'un işində indi baxırdı sən hansı texnikanı işləyirsən. Əgər rəngli karandaşlarla işləyirsənsə, yəni işləməsənsə, ulduzlardan başlayın uşaqlar. Çünki mavi ilə bilirsiniz, sarı birləşəndə yaşıl tər bir rəng alınır orada. Ona görə ehtiyatlı olun, ulduzlar çox da. Və mazluqlardan istifadə edən.
rəng də istifadə, yəni rənglə işləsəm daha yaxşı olur. Çox da, yəni çox da qəşəng işləmirsən. Yəni xoşuma da gəldi. Rəngləsən lap əla olar. Salam, mən Xəyala, 13 yaşım var. 2 rəsm atıb qızımız. Birincində mənzərədir, digərində isə dağ mənzərəsidir. Nəsə dağ havadaymış kimi gəldi mənə uşaqlar. Sizə də elə gəldi. Bir də Xocalı ilə bağlı işdir 26 fevral. Xocalı faciəsi ilə bağlı. Çox qəşəng, onu çox bəyəndim. Mənzərə pis deyil, sadəcə biraz orada baş qarşılığı yaranır. Amma Xocalı ilə bağlı işin çox qəşəngdir. Nuray 13 yaş. Müəllimə sizi çox sevirəm. Mən də sizləri uşaqlar. Yəni sizi sevirəm ki, bu videoların ardı gəlir. Çünki həm də özünüz də sevirsiniz, gözəl işlərinizə baxırsınız və məqsədimiz zaten budur. Sizi daha da ruhlandırmaq, həvəsləndirmək və rəssamlığın dəyərini daha da qat-qat artırmaq. Yəni az yaşında başlayır bu sevgi, istək, arzu, rəsm çəkməyə həvəs və o az yaşlarında da o rəssamlığa olan sevgini də öldürülür. Nə mənada? Yəni o həvəsi öldürürlər o mənada. İnşallah həqiqətən bu sənəti sevirsinizsə davam edin. 14 yaşım var. Hobbi olaraq çəkirəm. Baxın uşaqlar, belə hobbi ilə çəkən uşaqlar, necə ki, məsələn, ayda bir dəfə çəkir, amma elə çəkir ürəyindən, dolu-dolu. Zaten işindən də bu bilinir. Ən sevdiklərimdən biri də elə ilk rəsmimdir. Türkü məsələn çox qəşəngdir. Tanınmış simaları çəkib, jokeri işləyib. Yəni əl işləri çox maraqlıdır. Rəngləri də çox qəşəngdir. Rəsmini də bəyəndim. Yəni əhsən. Yəni siz də uşaqlar hansını bəyənin, yazın. Kimin işini bəyəndinizsə yazın. Tənqid əlbəttə ki, yox. Mənim uşaqlarım işləridir. Tənqidə açıq deyiləm. Onlar cəhətdən açıq deyiləm. Çünki orada uşağın bir zəhməti var. Amma balaca ürəklərimin əlbəttə ki. Bunu çəkməyə çalışdım. Belə oldu. Necədir sizcə? Mən də sənin çəkdiyin daha gözəldir. Yəni o rəsmə baxmaq istəyirəm. Zaten özünüz də görəcəksiniz. Səninki daha qəşəngdir. Üzü də tam təsvir etməmisən və başqa bir aura qatıb. Çox belə bir stiker effekti kimi, nə kimi oxşar? Nə də ona oxşar. Maraqlı, səninki daha maraqlıdır. Orada məsələn, yəni səninki daha qəşəngdir. Amma oradakı rəsmim yox. Mən bunu çəkmişəm. Yaşım 15. Bu təsvir mənə Google-da götürdüyümüz əl işlərinə oxşuyur. Məsələn, inandırıcı gəlmədi. Nəyə görə, hansı kamera ilə çəkmirsən məsələn? O necə çəkiliş qaydasıdır məsələn? Yəni tam Google şeyinə oxşuyur uşaq. Belə şeylər atmayın. Yəni bəlkə uşağın özü çəkib bilmirəm. Amma yəni bilinir də yəni. Amma çəkmisənsə afərin. Amma dediyim kimi biz uşaqların əlində nə kamera var ki, o nə qədər. Məsələn mən adi bir dənə telefonla çəkəndə vərəq göstərir, imza atıram. Mənə aid olduğu bilinir. Elə şeylər. İmzanızı qoyun, özünüzə aid bir şey qoyun ki, inandırıcı olsun da uşağa. Yəni mən şəxsən inanmadım, amma qəlbini qırmaq da məqsədim deyil. Çalışın elə şeylər etməyin. Bir var özün çəkəsən və qürurla deyəsən ki, bunu mən çəkmişəm. Bir var başqa yerdən götürüb də atasan. Eləmir. Bilirəm də, yəni çək göndərmək istəyirsiniz falan, amma özünüz edəndə daha çox mənalı olur uşaqlar. Bəlkə özü çəkmirsən, özün çəkmirsənsə lap əladır, yəni xoşuma da gəldi. Yəni Google-dakı əl işlərinə oxşuyur, yəni o qədər qəşəngdir. Salam, müəllimə zəhmət olmasa baxardınız. Ailə işi işləyib, çox da qəşəng işləmirsən, tona salma istəyib. Yaşlı neçədir görəsən? Yəni 13-14 yaşlı bir uşağın əl işinə oxşuyur. Qəşəngdir amma. Şəhərin əl işinə baxırıq. Baxın nə qədər işləyib. Hər cizgi filmi görə bilərsiniz də burada. Amma mən bir-iki nəsinə baxmamışam. Kayıp kasabadır nədir, ona baxmamışam. Bir də o Süngər Bobdur, ona baxmamışam. Digərlər hamısına baxmışam. Sizə deyərsiniz şu an hansına baxmısınız ya da baxmamısınız deyək. Çünki hamısına baxmış ola bilərsiniz. Bir-iki nəsinə baxmamısınız. Bir də Şəhanənin işinə baxırıq. Mən bunları 7-8 yaşında çəkmişəm. İndi isə bunlara baxmaq həqiqətən duyğuludur. 7 ildir ki, bunlar məndədir deyir və çox qəşəngdir. Sanki seni kopya eləmişsən də elə o qədər qəşəngdir Şəhanə. Afərin. Mən o əsnada mən öz işlərimi saxlamıram. Məndə də var. Əslində göstərmişəm bu seridə. Yəni həqiqətən özəldir uşaqlar. Öz əl işlərinizi qoruyun, saxlayın. İşləyə-işləyə aradakı fərqi görəcəksiniz və özünüzlə qürur duyacaqsınız. Yəni Şəhanə, sənin işlərini bilirəm və bu çox qəşəngdir. Yəni bu bir dəfəlik olmadığının bir sübutudur. Yəni inkişaf mərhələsi yavaş-yavaş olur və sən də bunu çox gözəl formada da göstərmisən. Əhsən. Yəni daha da gözəl işlər olacaq. Yəni bu qədər öz sənətə sevgi ilə yanaşırsansa,
Bu zaten bir qarşılığı olar. Yəni inşallah yaxşı olar. Uğurlar sənə. İlk portretimdir müəllimə. Ay, nə şirindir bu. İmzası da qoyub. Masumluğa bax, şirinliyə bax. My Art Life, hə. Qızımız demişdi ki, çox portretlə bağlı işlər işləyir. Çox da qəşəng işləmirsən. Və quzum, sən çox iş atmışsan qrupda. Mən hər birinə baxmışam əslində. Video sadəcə problem oldu. Gələn həftə ya da 5-ci günü paylaşacağam digər part hissəsi kimi. Çünki bu dəfə yəni həqiqətən həddindən çox oldu. Həddindən artıq video uzun olur. Və bunu mən editləyəndə də problem yaşayıram. Ev yoxdur, nə qədər atırsınız atın, yəni mənim üçün də xoşdur. Amma inanın ki, hamısını da paylaşacağım mütləq. Bəzi qüsurlar var, amma nəsə yazıb, yaşda 12 yazıb. Yox, niyə? Məncə balacaykən biraz qorxuducudur nəsə. Mən dedim ki, bir dəfə də təkrar olmasın. Mən balacaykən belə şey, 12 yaşında heç belə bir şeylər çəkməzdim. Əjdaha falan çəkmişəm əslində, amma şirin bir şeylər. Amma sənin çəkdiyin çox qəşəngdir. Qüsur ola bilər, olsun. Yaşına görə çox qəşəngdir. Amma qorxuducudur, yəni üç başlı canavar falan. Maraqlıdır amma. Oğlan uşağıdır da yəqin, hə. Rəngli karandaşla. Rəngli karandaşla bunu işləmirsən. Çox qəşəngdir. Dəsti xəttini də tanış gəlir. Yəni bir dəfə atmırsan, bunu bilirəm. Nəsə tanış gəldi. Çox qəşəngdir. Uşaqlar gözlərə baxın. Gözlərin rəngi, o yarpaqlar, dodaq, burun çox qəşəngdir. Baxın, karandaşla işləyib, xalqın uşağı. Çox qəşəng, ağlasan. Fərəcə işləyən gəncimiz çox qəşəngdir işləyib də. Yəni göstərir ki, afərin, çox qəşəngdir. Biraz əllərdə problem yaşamısan. Yəni əl çəkmək o qədər də asan deyil, amma sən üçün çox qəşəngdir. O xırda detallar, o parçanın bükülməyi, qızın o belə qalıb və uşaqlar elə o istiqamətdə çəkmək, o perspektivdə çəkmək çətindir. Çox da qəşəng işləmisən, əhsən. Və bu qədər. Tamına 20 neçə nəfərin əl işinə baxdıq. Hərəsi bir dənə yox, bir neçə rəsm atmışdı. Ona görə də videoda çox rəsm var. Amma yəni hələ çox baxmadığım rəsm var. Və digər video hamısını eləmiş, baxmışdım. Ona görə video getdi aradan. Ona görə dedim ki, yenə bu səhvi etməyək. Hissələrə bölürəm. İkinci hissəsi də 5-ci günü gələcək. Digər videolarda görüşənədək hələlik və çəkməyi, yaratmaya davam et. Nə olursa olsun, nə eşidirsən eşit. O rəsmə duyğun, həvəsin heç vaxt ölməsin.